Allahın qullarına olan neymətləri çoxdur. La yumkinu hasruha. O neymətləri saymaq mümkün deyil. Onları bir rəqəmlə məhdudlaşdırmaq mümkün deyil. Qalə təbarəkə teala və in təuddu ni'mətəllahi la tuhsuha. Allah Teala buyurur ki, əgər Allahın neymətlərini saysaz, sayıb bitirə bilməzsiniz. Allahın neymətlərini öz üzərində az görənlər, yaxşı bilən baxsa, Allah ona hansı neymətləri verib. Yaxşı baxsan insafla, Allah Teala sənə o qədər neymətlər verib ki, sadəcə insaf gözü ilə baxmaq lazımdır. Ədalətli baxmaq lazımdır. Kimlərdəsə çox görüb, özündə az olanlara görə naşükürlük eləmək lazım deyil. Əksinə şükr eləmək lazımdır ki, Allah subhanahu wa ta'ala səndə olanları da artırsın. Həmçinin insanlara baxıb, həsəd eləmək lazım deyil. Allah filan kəsə nəyisə verib, mənə verməyib. Allahın hikməti var. Allah ədalətlidir. Sən nəyə haqlısansa, sən nəyə layiqsənsə, Allah da onu sənin üçün təyin edib. Nəhnu qasamna beynəhum məişətəhum fil həyatid dünya. Biz dünyada onların güzaranlarını bölmüşük. Allah da bölüb. Bugün nə varsa, onu az bilib Allah da naşükürlük deyil. Ona görə Allah da şükr eləmək lazımdır ki, Allah da artırsın. Və iz təəzzənə rabbukum la in şəkartum la əzidənnəkum. Rəbbiniz xəbər verdi ki, əgər şükr etsəniz, sizə olan neymətlərimi artıraram. Və la in kəfartum, əgər nankörlük etsəz, az görsəz, özünüzü ondan daha xeyirlisinə layiq görsəz, innə əzəbi ləşədid. Allah Teala deyir ki, əzabım şiddətlidir. Naşükürlük eləmə, səndən daha az olanlara bax, xəstə olanlara bax, əli, qolu, ayağı olmayanlara bax, səndən daha ehtiyaclı olanlara bax, onda başa düşəcəksən ki, Allah Teala sənə böyük neymətlər verib.